İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'd. İbn Malik rahimehullah'ın Əlfiyyəsinin 104-cü beytindəyik. Deməli, mövzu ism mövsulların sılasının, yəni damir-i aidin həsfindən gedir və biz damir-i aid ki, mərfu halındaydı və mənsub halındaydı, onları götürdük ki, nə vaxt həsf olması caizdir, nə vaxt caiz deyil. Bu dəfə isə həmin damir-i aidin məcrur formasında olanını götürürük. Yəni, cər halına düşmüş damir-i aid həsf oluna bilər, yoxsa yox. Kəzəkə həzfu mə bi vasfin xufida kəəntə qadin bə'də əmrin min qada. Burada bu misalı kəəntə qadin, bu bir misaldır. Əmrin min qada. Kəzəl-ləzi curra bimə əl-muvsulə car kəmurra bil-ləzi mərartu fəhuvə bər. Deməli, deyir, həmçinin, yəni nəyin həmçinin? Yəni, həsfu əd-damir mənsub kimi, o nasb halında olan damir aid ki var idi ki, onun düşməsi, yəni onun düşməsi kimi əlləzi bi vasfin xufida, yəni cər olmuş muştaqla, yəni muştaqla cər olunmuş həmin damir də düşə bilir. Muştaqla cər olunmuş nədir? Damir-ül aid ki var, o düşə bilir. Nə deməkdir muştaqla? Dedik ki, muştaq deyəndə vasf deyəndə nə nəzərdə tutulur? Muştaq. Muştaq deyəndə nədir? İsm-i fail, ism-i məful, ism-i tafdil, sifət-i müşəbbəhə və s. Amma burada muştaqların yalnız ism-i failindən danışılacaq. İsm-i failindən danışılacaq. Yəni, ism-i fail ilə, misal üçün, bax, burada gələcək daribuhu, darib. İsm-i faillə, ism-i fail sayasına nədir? Cərə düşüb. Daribuhu, aydındır. Daribuhu, bu cərdədir. Niyə? Daribə görə. Yəni, ism-i faillə. Yəni, ism-i məful yox ha. Və bununla cərə düşüb, iki şərti var. Bir, yəni ism-i fail olmalıdır bu vasf. İkincisi də hal və müstəqbəl mənasında olmalıdır. Hal, yəni indiki zaman və gələcək zamanı bildirməsində olsun. Yəni, ənə daribuhu əmsi yəni olmasın. Hər bir halda, yəni o damir aid ki, vəsfə görə cərə düşübsə, həmin o damir aidi düşürdə bilərik. Və misal gətirir. Kəəntə qadin, necə ki, əntə qadin misalındakı kimi, əntə qadihi, bə'də əmr min qada. Qada əmrindən sonra gələn əntə qadin misalındakı kimi. Onu nə demək istəyir? Baxın, burada təliqatda verib, buradakı Taha surəsindəki ayəyə işarət edir. Yəni, fəqdı mə əntə qadin, aydındır. Elə bir ki, ayədə belədir ki, fəqdi mə əntə qadihi. Yəni, nə hökm edəcəksənsə, o hökmü ver. Burada nədir? Hə düşüb. Damir həci düşüb. Niyə qadin? Nədir? İsm-i faildir da. Hə? Muştaqdır, ism-i faildir. Həmçində özündən mudafdır. Özündən sonrakini cər edib. Yəni, deyir, o misalda olduğu kimi. Həmin deyir, o qada əmrindən sonra işlənən əntə qadin kimi. Qədə, deyir, bunun kimi, yəni həmçinin deyir, caizdir, caizdir. Əlləzi curra bimə əl-mevsulə car. Deməli, cər olunub ism-i mevsulun öz hərfi cəri ilə. Deməli, həmir damir-ül aid ki var, cərə düşüb. Nə ilə düşüb? O ism-i mevsul ki, özü cərə düşüb ha, o hərf. Onunla da, yəni, demir, onun vasitəsilə, eyni ilə onun kimi o hərflə
özü də o hərfi cərlə düşüb. Nə demək istəyir? Kə murra billəzi mərartu fəhuvə bər misalındakı kimi. Baxın, murra əmr eləyir də, deyir ki, keç. Billəzi o şeyin yanından ki, bir burada, baxın, bu diqqət olun, billəzi hərfi cərə. O şeyin yanından ki, mərartu mən də keçmişəm. Deməli, burada bihi olmalıdır. Bihi onun yanından. Yəni, qarşılaş, rast gəl və yaxud da keç mənim qarşılaşdığımla, yəni o kəslə. Burada murra billəzi mərartu bihi olmalıydı da, yəni niyyətimdə. Aydındır? Yenə bu bir mərartu bihiyə təsir eləməyib ha. Sadəcə əlləzi bi ilə olub, mən də mərartudan sonra eyni hərfi cəri gətirəcəkdim. Və eyni mənada, çünki binin müxtəlif mənaları var axı. İlsaq var, səbəbiyyə var, yəni bu mənalar var, amma mənalar da eyni olsun. Bu ilsaqdırsa, bu da ilsaq olsun, səbəbiyyə də səbəbiyyə olsun. Düzdür, bu mərrə gələn ilsaq olur burada. Burada amma istənilən getmək olar. Deməli, sən bu hərfi cərin eyni ilə bu hərfini gətirdin, həm yazı cəhətdən, həm məna cəhətdən, onda bu bihini düşürdə bilərsən. Fəhvə, yəni fəhvədir da, bu şeirə görə belə yazılıb. Bərrunda əslində bər yazılıb bu beytə görə. Bunu da İbn Hüseyn rəhməhullah ki, bu beyti tamamlamaq üçün sonra gəlib ki, və o nədir? Xeyirxah bir insandır, sadiq bir insandır. Deməli, aydın oldu da, yəni ki, deməli, damir aid, cər halında olan damir aid həsfi icazəlidir. Əgər o cər halına məcrur olub nə ilə? Ya ismi faillə, ya da ki, ismi mövsulun öz hərfi cəri ilə. Öz hərfi cəri ilə və həmçinin burada bir şərt odur ki, əgər burada murra gəlibsə, burada da mərar gəlsin, bunun başqa feil gəlməsin. Ola bilər ki, sən bihini gətirirsən, amma misal üçün murra abartu, başqa bir feil gəlsən, ki, abbara feili gətirirsən, ya bu murranı sinonimi gətirirsən və yaxud da ki, digər əks bir məna gətirirsən, onda da bihini düşürmək caiz deyil. Yəni, hamısı 100% olsun. Həm hərfi cərin özü eyni ilə hərfi cər olsun, həm də amil. Bunların ki, mütəalliq ki var idi ki, nədən ki, mütəalliqdir? Yəni, mütəallaqı, yəni eyni olsun. Sözbəsöz eyni olsun. Və İbn Aqil rəhməhullah şərhdə gətirir. Və ləmmə fərəğə min kələmi alə-damir əl-mərfu vəl-mənsub, yəni mənsub mərfu damirlərini bitirdikdən sonra, yəni İbn Məlik şər'a fil kələmi aləl-məcrur və məcrur məsələsinə başladı. Və huvə immən yəkunu məcrurən bil-idafə əv bil-hərf. Və həmin o cər ya izafə ilə ola bilir, ya da ki, hərfi cər ilə. Huvə deyəndə, yəni şərt deyil, yəni ismi mövsul, yəni damiri aidi yalnız idafə və yaxud da hərf olsun. Ümumiyyətlə isim ya izafə ilə cərə düşür, ya da ki, hərflərlə, hərfi cərlə cərə düşür. Fə in kənə məcruran bil-idafə ləm yuxda. Əgər deyir, izafə ilə cərə düşübsə, neynəmir? Həsf olunmur. İllə istisnadır. İzə kənə məcruran bi idafəti ismi fail. Əgər onun mudafı ismi fail olarsa. Götürdüydə bax. Bimənə əl-həl. Həmçinin ikinci şərt. Deməli, İzə kənə məcruran. Bunu tutaq ki, deyək birinci şərt. Bir də ikinci şərt. Mənası olmalıdır. İndiki zaman, bir də gələcək mənasında. Nəhvə. Cəəl-ləzi ənə daribuhu. Əl-ənə əv qadan. Həl, yəni əl-ənə, qadadır, yəni istiqbəl. İstiqbəl deyəndə qadan, yəni. Kim gəlir? Mən indi vurduğum və yaxud da ki, sabah vuracağım kəs. İndi sual ki, bu vurmur baxın sabah. Yəni, sabaha niyyəti var ki, onu vursun da, plan qurub, onu vurmaq istəyir. Fətəqul cəəlləzi ənə daribun bi həsfül hə. Yəni, bu cür deyə bilərsən. Və in kənə məcruran bi qeyri zəlik ləm yuxsaf. Əgər bundan başqası ilə cərə düşərsə, bundan başqası nədir? Yəni, cəmidlə ola bilər,
və yaxud da ki, ismi məf'ullə ola bilər. İndi görə burada misalını gətirir. Cəəl-ləzi ənə gulamuhu. Gulam nədir? Gulam sadəcə bir isimdir, yəni muştaq deyil. Aydındır, ismi cəmiddir. Yəni bu cür olarsa, onda yəni sən gulamu deyə bilmərsən. Ənə gulamu deyə bilmərsən. Və həmçinin ənə mədrubuhu deyə bilmərsən. Niyə? Mədrub darib deyil axı. İsmi faildir, ismi məf'uldur. Daribuhu olsaydı onda hunu düşürtmək olardı. Və yaxud da ki, cəəl-ləzi ənə daribuhu, bura kimi normaldır. Amma əmsi gətirsən. Daribuhu əmsi. Dünən döydüyüm şəxs gəldi. Aydındır. Və bu cür olmaz. Onda yəni damiri gərək üzə çıxartsın. Və şərə bi qavlihi ki, əntə qadin ilə qavlihi teala və əntə qadin sözü ilə nəyə işarə edir? Fəqdi mə əntə qadin ayəsinə işarə edir. Ət-təqdir, təqdirdə nəymiş? Mə əntə qadihi fəhüthvət əl-həu. Və kəənnəl musannif istəğnə bil-mithal ən yuqayyidə el-vasfə bi kavnihi ismən fəal bi mənə həl əv istiqbal. Deməli, musannif rahimehullah sanki deyir, o misal ki gətirib, yəni bu gətirdiyi bu misal səbəbi ilə istəğnə ən ehtiyac duymayıb. Nəyə ehtiyac duymayıb? Yəni vəsfi, yəni o ismi fail ki var, hal və ya istiqlal şərtini qeydinə ehtiyac duymamışdır. Yəni bu misal səbəbi ilə. Yəni sanki nədir? Misalda açıq-aydın görünür ki, həm orada ismi failin hal və istiqbal mənası var. Yəni bu misalla nədir? İsmi failin hal və istiqbal mənasını nədir? Şərt olmasını qeyd etməyib, yəni kifayətlənib. Və in kana məcruran bi harfin, indi keçdik hərflə. Hərf məsələsinə, növbəti beytə. Fələ yuhzafu, yəni həmin damir aid hərf ilə cərə düşübsə, fələ yuhzafu düşmür. İllə in daxalə aləl mövsul hərfun misluhu. Nə vaxt düşür? Yalnız hərf cər olsa, ismi mövsulun özü eyni ilə hərf cərlə cərə düşübsə. Ləfsən və mənən. Həmin hərf cər həm ləfsi cəhətdən olsun, həm də mənavi cəhətdən olsun. Və ittəfəqə amil fihimə məddətən. Həmçinin onların amili ki var idi, yəni mütəalliq olduqları, onlar da nədir? Həmin amillə maddə cəhətdən eyni vəzində, eyni kəlmələrdə olsunlar. Nəhu, mərartu billəzi, mərartu bihi, Av əntə mərrun bihi. Mərrun, niyə mərrun gətirdi? İsmi faildir, ona görə. Yəni bu hallarda fəyəcuzu həsfu əl-həl. Belə hallarda icazəlidir. İcazəlidir. Çünki bi, burada da bidir. Mənaları da nədir? Bu ilsaq mənasındadır. Yəni fiziki olaraq, məkan olaraq ikisi də həmin yerdən keçib. Yəni mənim keçdiyim yerdən, yəni sən də keçdin. Av əntə mərrun bihi eyni şeydir. Fətəqul mərartu billəzi mərartə. Bu cür demək icazəlidir. Necə ki Allah Subhanahu taala deyir ki, qalə təala və yəşrəbu mimmə təşrəbunə. Burada minhu düşüb. Baxın deyir ey minhu. Yəni və yəşrəbu mimmə təşrəbunə minhu. Niyə? Min hərfi cəri eynidir. Həmçində təşrəbuna, yəşrəbuna bunlar hamısı eyni sözdəndir. Və təqul mərartu billəzi əntə mərrun. Ey bihi. Yəni bu bihini düşürdə bilərsən. Yəni burada düşürdür. Və minhu qavluhu ət-tavil, yəni şairin belə bir beytindəki kimi. Və qad kuntə tuxfi hubbə səmra'a hiqbətən fəbuhu lənə minhə billəzi əntə bəihu. Deməli, deyir, artıq sən deyir, Səmranın sevdiyini uzun illərdir gizlədirsən.
Hiqbə əslində aşağıda verilən mənası 80 il deməkdir. Bunu zərf zaman kimi istifadə edirlər, ona görə nasibdadır. Uzun ömürə dəlalət eləmək kimi də istifadə edirlər. Bu da Səmra qadın adıdır və mudaf ileyhdir, hubbə mudafdır. Bu da məmnun minə sərf olduğuna görə bunun cəri əlaməti nə olub? Fəthə, niyabətil anil cər. Fəbuh, yəni izhar elə deyir. Yəni sən illər boyunca gizlətdin, indi deyir izhar elə. İlvə al, yəni ortaya qoy, hansı ki ortaya qoyacağını, izhar edəcəyini. Fəbuh yəni izhar, elan et, yəni mənalar budur. Lənə yəni əl-ənədir. Bu şeirlərdə belə düşür. Minhə qayıdır, yəni o Səmranı sevmək məsələsinə. Əlləzi əntə bəihun, bax burada nə düşüb? Bəihun bihi.